Hər birinizi salamlayıram. Mən Sara Müzəffər. Kanalıma xoş gəlmisiniz. Bugün sizinlə OTK 11-ci siniflərin sınaq izahını paylaşıram. Bu dəfə sınaq nisbətən yaxşı hazırlanıb. Yəni nisbətən deyəndə ki, məncə daha yaxşı hazırlanıb birinci imtahandan fərqli olaraq. Tək narazılığım imtahanda 2 dənə mədəniyyət sualının olmasıdır ki, bizə qəbula bir dənə sual düşür mədəniyyətdən. Yəni burada 2 dənə mədəniyyət sualı salmağın mən elə gəlir ki, yeri yox idi, amma ümumi sınağın səviyyəsinə baxanda bunu OTK-ya keçmək olar. İndi sınağı sizin üçün izah edəcəm. İzaha çox diqqətlə qulaq asın. Çünki izahda sizin üçün önəmli şeylər var. Test, yəni bu sadəcə testin izahı, hə, doğru cavab budur, o deyil. Bu sizin test işləmə bacarığınıza kömək olacaq izahdır. Yəni mən bütün sınaq izahlarını eləyirəm ki, siz bundan testi işləmək üçün bir bacarıq əldə edəsiniz. Vaxt itirmədən keçək sınağımıza. Mən özümü buradan yerləşdirdim bura. Başlayaq birinci sualdan. Elxanilər dövləti, Hülakülər 13-cü əsrdə və 14-cü əsrdə. Ümumiyyətlə, Elxanilər Teymuriləri görməyiblər. Çünki Hülakülər dövləti, bax belə Eyler-Venn diaqramı istəyirsinizsə daha doğrusu, siz nə etməlisiniz? Özünüzə bütün bu variantları birinci bir-bir oxuyuram mən. Ən dəqiq bir şeyi bildiyimi götürürəm və gedirəm çıxışa. Yəni Eyler-Venn diaqramı elə işlənməlidir. Yoxsa mən A-nı oxudum, həmin dəqiqə Teymuri dövlətinin hücumuna məruz qalmışdır. Allah, bunu hara yerləşdirim? Onu fikirləşməməliyəm. Bütün variantları oxumalıyam. Məsələn, mən öz-özümə oxudum. Mən dəqiq bildiyim, məsələn, tutaq bir şey var. Burada o da kəndlərin yaşayış yerlərinə təhkim olunması ki, bu söhbət 1303-cü ildə olub. Yəni 2-yə götürəcəm C-ni. Düşürəm variantlarımda 2-də C olan variant axtarıram. Qaldı mənim 2 dənə cavab. Ya A-dır cavabım, ya da Y-dir cavabım. Sonra baxıram nəyə? A variantı, yəni ümumiyyətlə bunu çıxmalıydıq. Çünki Hülakülər Teymuriləri dövlət olaraq görməyiblər. Hülakülər 1358-də yaranacaq, 1357-də sübut eləyəcəklər. Teymurilər isə yaranıb 1370-də. Görürsünüz, mən C ilə çıxdaş eləyəndə onsuz da A variantı da avtomatik olaraq getdi. Yəni mənim diqqətim A-da olmamalıdır. Sildim. Çobani əmirləri 13-cü əsrdə ola bilməz. Çünki 14-cü əsrdə artıq Elxanilər zəifləyəndə onların adından bunlar başlayırlar Çobanilər dövləti idarə eləməyə. Ona görə mən B-ni də götürəcəm 14-cü əsr. Avtomatik cavabım çıxacaq. O da nəymiş cavabım? A variantıdır. Qızıl ordu ilə mübarizə aparılması Hülakülər yarandığı dövrdən etibarən süqutu da daxil olmaqla Qızıl ordu ilə mübarizə aparırlar. Həm 13-cü əsrdə, həm də 14-cü əsrdə. Y gedəcək bizdə 3-ə. Daha sonra Şirvanşah II Axsitanın asılı hala salınması da 1-ə gedəcək. 13-cü əsrdə Hülakü dövləti yaradanda Hülakülərdən həmin dövrdə Şirvan hökmdarı olan II Axsitan asılılığı qəbul eləyir və Hülakülərə qoşundan kömək eləyəcək. Bax, Eyler-Venn diaqramı sualları bu formada işlənməlidir. 31-də doğru cavabımı tapdım ki, A variantıymış. Sonra 32-ci sualda belə bir sual verib mənə. Birinci fəribüzdən fərqli olaraq. Birinci fəribüz deyən kimi mənim ilk yadıma 2 dənə şey düşməlidir. Bu da nədir? Bir 1066 söhbəti, bir də 1075 söhbəti. 1066 bu adam Səlcuqlardan asılılığı qəbul edir, 1075-də də Dərbəndi birləşdirir. Baxaq görək ondan fərqli olaraq 3-cü Mənüçöhür və 1-ci Axistan nə iş görüb? 1-ci Axistan daha dəqiq bilə biləcəyimiz bir şey ola bilər və yaxud 3-cü Mənüçöhür fərqi yoxdur. Hər ikisi həm 3-cü Mənüçöhür, həm də 1-ci Axistan 12-ci əsrdə hakimiyyətdə olublar. 12-ci əsrdə hakimiyyətdə olduqları üçün 1-ci Axistan Monqollara qarşı mübarizə apara bilməz. Çünki Monqolların yürüşü 13-cü əsrdən başlayacaq Azərbaycan. 2-də düşdüm, C olanlarımı çıxdım. Baxıram ki, mən 1-də dəqiq nəyi bilirəm və yaxud dəqiq nəyi çıxa bilərəm. Mən məsələn 3-cü Mənüçöhürün bilirəm ki, qaynatası 4-cü Daviddir. O da 4-cü Davidlə ittifaqlı olub. Ona görə mən 3-də mütləq şəkildə B-ni də götürməliyəm. Yenə çıxdaşımı elədim, gəldim, qaldım 2 dənə cavabın arasında. Ya A-dır cavabım, ya da B-dir cavab. Tamam. 3-cü Mənüçöhür Gürcülərlə ittifaqa girir və Səlcuqlardan asılılıqdan çıxır. 1123-də deyir ki, mən day xərac ödəməyəcəm. Mahmud da ona görə yürüş eləyir, məğlub olur, geri qayıdır. A-nı sildim. Yenə doğru cavabım qaldı nə? A variantı. Bu testin içərisində sizə verilən 3-cü Mənüçöhürə verilən A və C, bunlar hər ikisi aiddir 1-ci Fəribürzün dövrünə.
Üçüncü mənçöhrə B-ni götürdüm. Slavyanların yürüşünü dəf eləyəcək Axıstan 1175-də gürcülərdən kömək olacaq. Paytaxtı da 1192-ci ildə yeni şəhərə köçürəcək. Çünki artıq Şamaxıda zəlzələ baş verdi. Paytaxtımız da köçdü. Bakıya. Sonra 33-cü sual. Asan sualdır, qəşəng sualdır. Hər zaman dərslər soruşduğumuz məsələlərdəndir ki, xəlifələrin dövründə vəziyyət iqtisadi yaxşıdır. Əməvilər siyahıya alırlar. Abbasilərdə də artıq xərac məhsula görə deyil, torpaq sahəsinə görə toplanmağa başlayır. Bir də vergini verə bilməyənlərin özləri və yaxud övladları qula çevrilir. Yəni Abbasilərin dövründə bizim vergi siyasətinə aid gördüyümüz iki şey var. Bir, xəracın torpaq sahəsinə görə alınması, vergilərin artırılması, bir də qul söhbəti. Doğru cavab yenə A-nı götürdüm, digərləri yanlışdır, bizə aid deyil. Gəldik 34-cü suala. Deyir, qaliblər Roma dövlətinin idarə işlərini öz aralarında bölüşdürdülər. Mən burada Antoninin adını gördüm, bir də Oktavianın adını gördüm. Burada söhbət hardasa gedir, lap götürək eradan əvvəl 1-ci əsrin 30-cu illəri, yəni imperiyaya qədər olan bir dövrdə. Mətndə bəhs edilən prosesdən daha əvvəl, yəni Romada 30-cu ildən, 44-cü ildən hətta Sezarın öldürülməsindən daha əvvəli istəyir bizdən görək nə ola bilər. Qulların öldürülməsinin qadağan edilməsi bu imperator Adrianın dövründədir. İmperator da deyirəmsə, yəni bu həmin dövrə düşə bilməz. Çünki hələ imperiya qurulmayıb, hələ bunlar mübarizə aparırlar. Bu 2-ci əsrdə olacaq bizim yerə imperator Adrian çıxdı. Plebeylər öz müdafiəçilərini seçə bilərlərmi? Bəli. 5-ci əsr ilk yazılı qanunlar, bəli, 5-ci əsr. Paytaxtın Vizantiya köçürülməsi də yenə imperiya dövründədir, 330-cu ildə. İmperiyaya aid olan 2 dənə hadisəni çıxdım, 1 ilə 4-ü. Doğru cavabım qaldı B variantında 2 ilə 3. Yaxşı sual. 35-də 2-ci Mehmet. 2-ci Mehmetin dövründə biz ümumi tarixdə 2 dənə hadisə görürük. Bir 1453 Bizans məsələsi, bir də 1476 qanunnamə. Baxıram hanı? D variantında. Paytaxtı Bursadan köçürən 1-ci Murad. Paşalıq, sancaqlıq Orxandır. Balkan yarımadasının fəthinə başlayan 1-ci Muraddır. Bizansları Anadoludan qovan Orxandır. Oldu doğru cavabım D. 36-da birinci səlib yürüyüşü nəticəsində yaranan dövlətlər. Antioxiya, Edessa, Tripoli, bir də Qüds. Zaten siz burada ilk olaraq Qüdsü axtarmalısınız. Çünki səlib yürüyüşündə bunların əsas məqsədi Qüdsü ələ keçirməkdir. Düşürsən variantlara ki, Qüds hansı variantda var? Baxıram ki, Qüds bir var C-də, bir də var D-də. Venesiyanın, ay balam, yəni şərqdə nə işi var? Venesiyanın bu ərazilərdə nə işi var? Venesiya İtaliya şəhər dövlətidir. Ona görə C-ni çıxıram. Avtomatik yenə də cavabım qalacaq nə? Tripoli və Qüds. 4 dənə bu dövlətləri birinci səlib yürüşündə yaradıblar. Sonra 37. Eradan əvvəl 2-ci yüzilin əvvəlləri Hindistanda bizim dediyimiz əsas hadisə 180-ci ildə Maurya sülaləsinin hakimiyyətdən getməsidir. 3-cü yüzilliyin əvvəllərində də Çində Han sülaləsi hakimiyyətdən gedir sarı-sarıqlılardan sonra. Ondan sonra hər iki dövlət zəifləyir və ayrı-ayrı dövlətlərə parçalanır. Hani o cavabım B variantında. Mən Əhəməni götürə bilmərəm. Həməni həmin dövrdə yoxdur, 330-da süqut eləyib. Erkən sivilizasiyalar eradan əvvəl 3-2-ci minillikdədir. Ona görə çıxacam. İlk şəhərlər yenə eyni şəkildə, ona görə çıxacam. Hun ancaq Çində görürəm. Mən Hindistana Hun getməyib, onu da oradan çıxacam. Yenə cavabım qalacaq B variantında. Gəldim 38-ci suala. Azərbaycanın idarə edilməsi ilə bağlı 15-ci əsrdə belə bir sualımız var. Doğru cavab A variantı. Mən Y-dən başlayacağım izaha. Y-də nə deyir? Deyir ki, uc torpaqları. Uc Səlcuqdadır. Səlcuq, uc. Uc və yaxud Səlcuq. Biz də bunu maksimum görə bilərik 11-ci əsrdə və yaxud 12-ci əsrdə, indi Səlcuqların süqutuna qədər deyək də yaxşı. Amma uc gördüksə bir dənə Səlcuqdadır, o da 11-ci əsrdədir. Çıxdım. Sonra yazıb maliyyə və yazıb Əmirəl Ümərə. Ümərə qoşun rəhbəri, Əmirəl Ümərə ordu komandanı. Maliyyə işlərinə hər zaman vəzir baxır. Deyini çıxdı. Baskaq ümumiyyətlə Azərbaycana aid olan anlayış deyil. Baskaqlar Qızıl Orduda vergi toplayan məmurlardır. Seyni buna görə çıxdı. Sonra Qəbalə Azərbaycanda Ərəb xilafəti dövrünə aid anlayışdır. 15-ci əsrdə biz ərəblərin tərkibində deyilik.
Bizim öz dövlətlərimiz var, Ağqoyunlumuz, Qaraqoyunlumuz var və orada hökmdarın yanında məşvərətçi orqan olan Ali Divan fəaliyyət göstərir. Ona görə 38-də də doğru cavabımız A variantıdır. Sonra 39-da 7-ci əsrdə Avstriya ilə kim müharibə apara bilər? Əhəməni apara bilər. Ümumiyyətlə, birinci çıxdaş eləmək lazımdır. Heç 7-ci əsrdə Əhəməni var? Yoxdur. Əhəməni yaranacaq eradan əvvəl 550 Midiyanın süqutundan sonra 6-cı əsrdə. 7-ci əsrdə biz Makedoniya adı çəkirik. Yox. Deyirik Makedoniya görürüksə ilk ağlımıza gələn söhbət eradan əvvəl 4-cü əsr olmalıdır. Mən burada 4 və 5 variantlarını çıxdaş eləyirəm. Qalacaq mənim doğru cavabım nə? Yenə D variantı. Midiya, Manna, Babil. Manna ilə Babil onsuz da bir tərəfdə, daha doğrusu Manna ilə Assuriya bir tərəfdə idi. Midiya ilə də Babil bir tərəfdə idi. Burada söhbət eradan əvvəl 605 Assuriyanın süqutundan gedir. Midiya ilə Babil burada birləşiblər. Manna ilə Assuriya da burada birləşib. Midiya ilə Babili buradan götürdüm. Mannadakı 7-ci əsrdə Ahşerinin dövründə Assuriya ilə mübarizə apardı. 40-da. Bu məsələ yəni yersiz sualdır da nəyə lazımdır? Babam bu sual həqiqətən nəyə lazımdır? Azərbaycanda intibah mədəniyyəti dövrünün astronomları. Yəni bu sualın, yəni necə deyim, tamam salıblar, digər sualları yaxşıdır. Amma bu sualın artıq mən düşünürəm ki, yeri yoxdur. Uşaqların bir çoxu da ola bilər ki, səhv eləsinlər. Amma nə bilim, yəni belə yaxşı bir sual olduğunu düşünmürəm. Baxaq görək astronomlarımız kimlərdir? Astronomlarımızın biri Fazil Fəriddin Şirvanidir, bunu götürdü. Xətib Təbrizi 11-ci əsr, yəni intibah dövründə əsasən belə deyək də bir növ dilçi alimdir və Nizamiye mədrəsəsində dərs deyib. Bəhməniyar isə filosofdur, həmin dövrün filosofudur. Astronomu deyil. Amma Məkki Əlbərdəyi və Fəzil Fəriddin Şirvani bunlar həmin dövrün astronomlarıdır. Düzdür, yəni dediyim kimi yersiz sualdır, amma hər ehtimala qarşı bilində cavab budur. Sonra Ərəb xilafətində 8-ci əsrdə Sasani ola bilməz. Ola bilməz, çünki Sasanilər 651-ci ildə süquta uğrayıblar. 8-ci əsrdə Sasani yoxdur. Xəzər xaqanlığı varmı? Savalan, Hilad 8-ci əsrin sonunda zaten bunların müharibələrinə son qoyulacaq. Bədir döyüşü ola bilərmi? Yenə eyni şəkildə ola bilməz. Bədir döyüşü olanda heç ərəb dövləti yox idi 624-cü ildə. Yenə mən 1 ilə 3-ü çıxacağam. 1-i çıxdım, 3-ü çıxdım, 3-ü çıxdım, 1-i çıxdım. Yenə doğru cavabım qaldı 2 ilə 5. 80 sərləri bilməliyəm ki, 9-cu əsrdədir. 829, 836 Vestgotların məğlub edilməsi, bəli, bunlar 711-ci ildə İspaniya, yəni Pireneya yarımadasına daxil olan, da yaşayan tayfalar Vestgotlar idi. Oldu 2 və 5. Sonra gəldik 42. Atropatena Albaniya oxşar cəhətləri deyil. A oxşardı, B oxşardı, C oxşardı, D oxşardı, amma Selevkilər yalnız Atropatenaya aiddir. Albanlar Selevkilərdən asılı vəzifə düşmürlər. Atropatena 223-də asılılığa düşəcək, erdən əvvəl 190 Maqneziya görə asılılıqdan çıxacaq. Sonra 43-də belə bir xəritə. Burada diqqətli olmalı olduğunuz məsələ nədir? Sizə verilən erkən orta əsrlər tarixi. Bir bax, buna fikir vermək lazımdır. Erkən orta əsrlər tarixi. Sonra baxıram ki, şəhərlərim hansıdır? Biz nə deyirik? Bax, həmişə deyirəm uşaqlara ki, Göyçə gölünün sağı bura Gəncədir, biraz aşağıda Bərdədir. Göyçə gölünün solu isə biz bura erkən orta əsrlərdə və yaxud klassik feodalizm dövründə Dəbil deyəcəyik. Amma 16, 17, 18, ondan sonra ora İrəvan deyəcəyik. İndi bizdən erkən orta əsrlər dövrünü istədiyi üçün bir Dəbildir. 2 isə burada Kürlə Arazın birləşdiyi yerdə Beyləqan ərazisidir. Baxa görək nədir? Arranın baş şəhəri Bərdədir. Yəni ən dəqiq bilinən şeylərdən biri budur ki, Bərdədir. Bərdiyə də aid burada ərazi yoxdur deyə mən yenə A variantlarını çıxdım. Sonra Y-yə baxıram, yazıb ki, Haşimilər sülaləsi tərəfindən idarə edilmişdir. Haşimilərin idarə etdiyi Dərbənddir. Dərbənd də şimaldadır. A-la Y-ni çıxacağam. Yenə mənim doğru cavabım qalacaq nə? D variantı.
Bir də götürəcəm B ilə D-ni. Bəbil, bəli, Qafqazdakı ərəblərin canişinlik mərkəzlərindən biri olub, sonra Bərdəyə köçürdülər. Məhəmməd ibn Şəddad burada əmirlik yaradı. Beyləqan da ki, Xürrəmlərin dövründə xilafətdən azad edildi. Doğru cavabım oldu B. Sonra gəldim 44-ə. Bu 44-də də belə mədəniyyət görürsüz. Mədəniyyəti yazmaq olar. Nəyin əsasında? Topqapı hara aiddir? Türkiyə dediyində Osmanlı dövründə inşa edilib. Bir də mütləq şəkildə D olacaq. Topqapı. Ona görə mən bir də D olmayan variantlarımı sildim. Sonra gəlirəm, baxıram ki, ikiyə B yazıb, bir də S yazıb. S Qütb Minar. Bax bunu biz dərsdə də uşaqlar deyir ki, Qütb Minar Qütbəddin Aybək. Qütb Minar Qütbəddin Aybək. Görürsüz, adı da oxşardır. Qütb Minar Qütbəddin Aybək. Bu Dehliyə aiddir. Şah-i bəli, ikiyə də B-ni götürəcəm. Teymurilərə aiddir. Nizamiyyə, yenə eyni şəkildə. Nizamülmülk, Nizamiyyə, Səlcuq. Çıxdım. 1-də D, 2-də B oldu D variantı. Bunu nisbətən rahat yazmaq olardı. 45-də Səlcuqdan birinci Toğruldan fərqli olaraq Alp Arslan. Bizans qoşunları məğlub edildi, oxşarlıqdır. Birinci Toğrul da 1048-ci ildə Şəddadilərlə birləşir, bizdə gedir Bizansı məğlub edir. Alp Arslan da 1071-də Malazgirddə biri çıxdım. Paytaxtı yeni şəhərə köçürdük. Alp Arslan paytaxt köçürməyib. Paytaxtı köçürən birinci Toğrulun Məlikşah. Konya və Ankara şəhərlərini də tutan yenə Məlikşahdır. Alp Arslanın dövründə rəvvadilərə son qoyulur. Bəli, doğru cavabımız da olur nə? A variantı. 1065-də. Atabəylər və Axsıngüllərin süqutunun səbəbi nədir? Xarəzmşah Cəlaləddin. Yəni bu sualdır. Yəni bunu rahat şəkildə yazmaq olar. 1225 biridir, 1227-də biri. Üzərində gördünüz, çox dayanmadıq çünki asan sualdır. İbtidai icma. Paleolit dövrü və Eneolit dövrü, Tunc dövrü. Yenə hər bir dövrdən dəqiq bildiyim şeyləri götürəcəm. Dəqiq bildiyim şeylər hansılardır? Məsələn, baxıram Tunc dövründə mən dəqiq nəyi bilirəm? İlkin şəhər mərkəzləri Orta Tuncdadır, 3-ə A-nı götürdüm. Eneolitdə dəqiq nəyi bilirəm? Dəqiq bilirəm ki, istehsal təsərrüfatı ora düşmür, sənətkarlıq onun dövründə deyil, torpaq topu ilə yumuşaldılır, hə. Paleolit dövründə tayfa ümumiyyətlə ola bilməz. Bayaq biri A-nı silməklə 2 dənə variant gedir. Yeni insan tipləri onsuz da hamısı paleolitdədir. Birə mütləq şəkildə B olmalıdırsa, A-la D qaldı yenə. Baxıram ki, 1-də B-dir, 2-də A-dır. C-ni sildik ki, istehsal təsərrüfatı formalaşmağa başlayır. Neolit dövründə, daha doğrusu mezolit dövründə. Buna görə 2-dən C-ni çıxdım. 3 Tunc dövründə yeni təsərrüfat sahələrinin meydana gəlməsi, bəli, Orta Tunc dövründə bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq götürdüm. Metaldakı eneolitdən başlanılır. Buna görə doğru cavabımız olacaq nə? Hanı cavab A variantında. Sonra gəldik 48-ci suala. Xəritədə ulduzlarla verilmiş krallıqların tarixinə aid. Bir dənə bu sualın cavabı burada yazılıb. Burada biri İngiltərədir, biri də Fransadır. İngiltərə və Fransa, bunların oxşarlıqları nədir? Bunlar mütləq şəkildə ki, hər ikisi 3-cü Xaçlı yürüşündə iştirak edib, 100 illik müharibədə iştirak ediblər, 1-lə 3-ü tapdın. Verdinə görə sən çıxırsan ki, İngiltərə Verdinə görə yayılmayıb, yaranmayıb daha doğrusu. Vəba epidemiyası varmı? Bəli, ilə 100 illik müharibənin gedişində bu söhbəti deyirik. Rekonkista nəticəsində yarananlar isə Portuqaliya və İspaniyadır. Bunu da çıxacaq. Doğru cavabımız olacaq A variantı. Sonra gəldi 49-a. Xəritədə paytaxtları rəqəmlərlə göstərilmiş 10-11-ci əsrlərdə mövcud olan dövlətlər. Görürəm ki, 11-ci əsrdə, 10-cu əsrdə Azərbaycan Təbrizdir də, bura Urmiyanın yuxarısı. Təbrizdə bizim hansı dövlətimiz var? Rəvvadilər. Burada Gəncədir. Gəncədə hansı dövlətimiz var? Şəddadilər. Görək bunların oxşarlıqları nə ola bilər? Uyğunluqları və yaxud nə ola bilər? Mən birə nə götürə bilərəm? Rəvvadiyə. Vahid halda birləşdirməni mən yenə düşəcəm A variantın bütün variantlardan siləcəm. Çünki Azərbaycanı vahid şəkildə birləşdirən sacilər, salarilər. Vəhsudan gördüm 100%. Vəhsudan hardadır? Vəhsudan Rəvvadilərdədir. Yazıq Rəvvadilərdən onsuz da bir iki dənə hökmdar adı çəkirik. Biri Əbülhicadır, biri də Vəhsudandır.
Birə Seyini götürdüm, onsuz da bir də Seyidi. Onda mən Yeyə baxacağam. Səlcuq sultanı Məlikşahın dövründə müstəqilliyinə son qoyulan istisnasız şəkildə Şəddadilər. Mütləq şəkildə 2-də Y olmalıdır. Çünki sizə bayaq bax, testin içərisində diqqətli olmaq lazımdır. Cavabdan cavab çıxartmaq lazımdır. Bayaq biz Alparslanın dövrünə götürdük ki, bu adam rəvvadiləri süquta uğratdı. Ona görə sən burada gətirib 1-ə Y yaza bilmərsən. Çünki rəvvadiləri Alparslan süquta uğradıb, şəddadiləri isə Məlikşah. Asan sual, yenə cavabımız qaldı. Orada nədir? 50-ci sualdan ümumiyyətlə xoşum gəlir. Ümumiyyətlə məntiqə əsaslanan suallardan çox xoşum gəlir. Yəni uşaqda biraz məntiq lazımdır bunu işləmək üçün. O da necə məntiq lazımdır? Məsələn, sənə 2 dənə burada əsr verib və yaxud il verib. Yazıb 6-cı əsr, bir də yazıb 800-cü il. Düzdür? Başqa mən heç niyə baxmıram. Bax, bir dənə bu əsrlərimə baxıram. Heç bilmirəm mənim hökmdarlarım kimdir. Ümumi cəhət istəyir, düzdür? Ərəb xilafəti yaranıb 7-ci əsrdə. 6-cı əsrdə hakimiyyətdə olan bir hökmdar Ərəb xilafəti 7-ci əsrdə yaranan bir dövləti görməyib. 800-cü ildə hakimiyyətdə olan hökmdar isə Sasanini görə bilməz. Çünki Sasani də 651-də süqut edib. 1 ilə 2-ni mən bütün variantlardan sildim. Doğru cavabım qaldı 3 ilə 4. Bundan sonra burada Justiniandır, burada da Böyük Karoldur. Oxşarlıqları da qeyd edilənlər. 51-də Osmanlı hökmdarları 1-ci Səlim, 1-ci Süleyman nə ola bilər? Misir Məmlük Səlimdədir. Fransız söhbəti Süleyman, Səfəvi ilə müharibə. Bəli, Ağqoyunlu ilə sülh heç birinə aid deyil. Dövlətin paytaxtının yeni şəhərə köçürülməsi heç birinə aid deyil. Asan cavabı seni götürür. 52. Teymuridən fərqli olaraq Monqol və Dehli. Çini ərazisini işğal edib Monqollar, Teymurilər Çinə gedə bilməyib. A-nı götürdü. Mərkəzi Asiya oxşarlıqdır, qanunlar toplusu oxşarlıqdır. Dehli sultanlıq Abbasilərlə əlaqə qurub, bəli, çünki Teymurilər Abbasiləri görməyiblər. Klassik feodalizm oxşarlıqdır, Şeybani xana qarşı da mübarizə aparan Teymurilərdir, Dehli deyil. 1-də A, 2-də A. Hardadır o variant? A variantı. Gəldik açıq suallara. 53-də belə bir hadisə-nəticə əlaqəmiz var. Görək harda doğru göstərilir. Teymuri dövlətinin qonşuluğunda yeni dövlətin yaranması. Bəli. Qaraqoyunlu süqut eləyəndən sonra Ağqoyunlu yaranır. Əbu Said də 1468-də durub gəlir ki, siz niyə Qaraqoyunlu süquta uğratdınız? Nəysə, bizimkilər də o məğlub edib göndərirlər. Əbhər sazişi ilə Qaraqoyunlu deyil, Ağqoyunludur, iki hissəyə parçalanır. 1405-ci ildə Kür çayı sahilində döyüş 1405 yox, bu 1412 olmalıdır. Ona görə mən 3-ü də çıxıram. 1405-də Şirvanşahlar Teymurilərə qalib gələcəklər Kür döyüşündə. Sultan Əhməd Həmədan yaylaqlarını tələb edir. Əsəd döyüşü baş verir? Bəli. Bu doğrudur. 1410-da. Teymuri Şahrux ölür, Cahanşah müstəqil siyasət yeridir? Bəli, bu da doğrudur. 1, 4, 5. 1447-də Cahanşah başlayacaq müstəqil siyasət yürütməyə. Aha, xronoloji ardıcıllığımız var. Muğan Göytürklərdə də 6-cı əsrdə. Balamir Avropa Hundadır 4-cü əsrdə. İkinci Göytürkün süqutu 8-ci əsrdədir 744. Qaraxanlıq 11-ci əsrdə iki hissəyə parçalanır. Buna görə elə ardıcıllıqla doğru cavabımız olacaq. 2, 1, 3, 4. Oxuma ardıcıllığı ilə də götürüb cavabı yazmaq olur. 55. Qədim Yunanistan və Roma tarixinin oxşar cəhətlərini müəyyən edin. Vətəndaşların vəzifə tutmaq hüququnun olması oxşarlıqdır. Amma birində maaş veriblər, Yunanistan üstünə bir dollar yazaq, amma Romada maaş olmayıb. Senat, çıxıram da, senat anlayışı Romaya aiddir, ona görə 2-ni çıxıram. Makedoniya ilə mübarizə oxşarlıqda 3-ü götürdüm. Dori tayfalarının yürüşü Yunanistandadır, 4-ü çıxdım. Əhəmənilər söhbəti yenə Yunanistandadır, Kiçik Asiyadakı Yunan koloniyalarını tutmuşdular. Yəni Yunanistan ərazi olaraq yox, tarix olaraq istəyirsə bəlkə götürə bilərik və yaxud Orta Yunanistana görə Fermopil döyüşündən götürə bilərik. Ümumiyyətlə bir şey yadınıza saxlayın ki, Roma Əhəmənilərlə mübarizə aparıb. 1 ilə 3 doğru cavabımız. 56-da Şirvanşahlar və Atabəylərin tarixində 13-cü əsrin birinci yarısı. 1200-1250. Mütləq orada Monqol ya da Xarəzmşah axtaracaqsın. Ali Monqol götürmək istədim, amma götürə bilmirəm. Niyə? Çünki Ali Monqol xaqanlığı 1239-da bizdə
olur. Həmin dövrdə eldənizlər yox idi. Eldənizlər 1225-də süqut edib geri çıxdı. Monqolların birinci yürüşü bəli. Qızıl Ordunu eldənizlər görməyiblər. Vahid halda birləşdirmə 13-cü əsrdə yoxdur. Bir də Xarəzmşah. Monqolların birinci yürüşü, bir də Xarəzmşah Cəlaləddinin yürüşü. 2 ilə 5. Gəldik 57-yə, Augsburg, bir də Vestfaliya. Vahid İspaniya yaranacaq, 1479-da toy olacaq ondan. Almaniyada Katolik kilsəsinin bölünməsi rəsmi olaraq qəbul ediləcək. Bu Augsburg müqaviləsi iləndir. Birə götürdük B-ni. Kalvinizm hər hansısa bir qərarla deyil, sadəcə 16-cı əsrin sonunda Fransada dini etiqad azadlığı haqqında fərman verilir. Onun nəticəsindədir. Avropada dünyəviliyin güclənməsinə təkan verdi. Bu da Vestfaliyadır. Vestfaliyada götürəcəyik D-ni. Dənizlərdə siyasi üstünlük İspaniyadan İngiltərəyə keçdi. Bu 1588 Lamanş döyüşüdür. 1-ə götürəcəm, deməli, B-ni, 2-yə də götürəcəm D-ni, doğru cavabım bu olacaq. Gəldim situasiyaya. Situasiyamız da asandır. Oxumuram. Nə yazıb? Yazıb ki, bəhs olunan dövrdəki Alban hökmdarı ilə Frank hökmdarı Böyük Karlın xarici siyasətinə aid oxşar cəhətlərdən ikisini yazın. Alban hökmdarımız kimdir? 662-də bu Cavanşirdir. Bunların oxşarlığında nə ola bilər? Bunların oxşarlığında ola bilər. 1. Ərəblərlə mübarizə. 2. Yenə ərəblərlə diplomatik əlaqələrin saxlanması. Və yaxud ərəblərlə söhbəti varsa, gəlin bunu elə birləşdirək, elə ərəblərlə diplomatik münasibətlər yazaq, elə yazmayaq. 1. Ərəblərlə diplomatik əlaqə, çünki Alban hökmdarı Cavanşir Əməvilərlə 667-670, Böyük Karl da Abbasilər xilafəti ilə diplomatik əlaqə saxlayıb, bir də Bizans dövləti ilə diplomatik əlaqənin saxlanması. Həm Cavanşirdə var, həm də Böyük Karlda var. Sonra yazılıb sonuncu abzasda bəhs edilən sülhün Albaniya üçün mənbədə verilməyən nəticələrindən ikisi. Sonuncu sülh hanı ki, söhbət Xəzərlərlə olan sülhdən gedir. Vassallığı qəbul etdi. 1. Verilməyən, vassallığı da orada yazıb da verilməyən nikah diplomatiyası imzalandı. Diplomatiyası 2. Əsirlər geri qaytarıldı. Bu olacaq. Sonra 60-da da ki, mənbədə bəhs olunan Albaniya hücum edən dövlətin adı Xəzər xaqanlığıdır da. Xəzər xaqanlığı. Bu da belə. Bu da orada bizim situasiyamız. Suallar qəşəngdir. Ümid edirəm ki, hər kəs öz istədiyi nəticəsini əldə edə biləcək. Eləyə bilməyəcəksə də eybi yox, daha da yaxşı hazırlaşın. Növbəti imtahanlarda nəticənizi yüksəldin. Bu günlük bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Nəticələrinizi və hətta rəy bölməsində gözləyəcəm sizdən.